Salam əziz insanlar. Öz videolarımda mən həyatımızda baş vermiş hər hansısa bir problem və ya xəstəliklərin, çətinliklərin artıq bir nəticə olduğunu vurğulayıram və bu nəticəyə gətirən bizim özümüzün hər hansısa bir davranış və ya əməllərimizin olmasını. Və eyni anda əgər fərqli bir nəticə istəyiriksə, fərqli bir yanaşmağımız da olmalıdır. Yəni aylarla, illərlə tamam başqa bir davranış və hərəkət göstərməliyik. Və bunu eşitdikdə, bunu başa düşdükdə insanda adekvat bir sual yarana bilər ki, tamam, bəs o zaman necə bilmək olar ki, konkret olaraq hansı əməllərim mənim belə bir nəticəyə gətirib çıxardıb? Nədən başlamaq ümumiyyətlə lazımdır? Bunu necə dərk eləmək olar? Bax, bu çox gözəl sualdır həqiqətən də və hansı göstərir ki, həyatımızda baş vermiş hər hansısa bir hadisə eyni anda da bizi nəyəsə öyrədir. Və biri var, sən həyata xaotik yanaşırsan, nə vaxt elə bilirsən ki, burada baş vermiş bir şeylər sadəcə təsadüfdür, sadəcə birdən-birə oldu, ayaq ağrısı, birdən-birə bu problem yarandı və s. Bir xaotik həyatda, harada bir cavab yoxdur. Biri də var, nə vaxt sən anlamağa başlayırsan ki, nəsə strukturludur və hər şey bir-birindən əlaqəlidir. Demək, bunun da bir səbəbi vardır və bu səni vadar eləyir səbəbləri axtarmağa. Və sadəcə primitiv bir şeylərdən başlamaq olar. Əsas niyyətdir. Primitiv bir şeylərdən. Yəni əgər sən niyyət elədinsə səbəbi axtarmağa, səbəbi araşdırmağa, inan ki, bu bir müddət sonra bu sənin üçün açılacaq. Bəlkə də elə bu gün, bəlkə də elə sabahları, bəlkə də elə bu video vasitəsilə. Sadəcə girirsən, tutalım ki, internetə bir məlumat toplamaq üçün ki, bax, məsələn, belə bir problem var və yaxud da belə bir xəstəlik var. Bu nəyin əlamətidir? Bu nəyin səbəbinə baş verir? Burada çox önəmlidir anlamaq ki, nəyin mən səbəbini axtarıram, mən müalicəsini axtarmıram. Bir çox insan problemi yaranan kimin ya da sağlamlıqla bağlı narahatlığı yaranan kimi girir sırası, hə bax filan kökü dəmləyirsən, filan bir şeylə filan bir şeyi qatırsan, hə bax bu dərmanı atanda problemim gedəcək və qaçır aptekə, qaçır nə bilim və başqaları sənin problemində başlayır qazanmağa. Çünki sən problemin səbəbini deyil, sadəcə gözündən pərdə asmağa çalışırsan. Hə, kimsə sənin əlinə baxaraq burada cavab sənə söyləyəcək, alnına baxaraq, kimsə sənin analizlərinə baxaraq, bir dar ixtisaslı mütəxəssis sənə deyəcək ki, bax, böyrəyinə görə filan bir şeyi qəbul elə, digərisi deyəcək qaraciyərinə görə filan bir şeyi qəbul elə, o birisi sənə deyəcək ki, filan bir kremləri sürt, mazları sürt və s. və ilahir. Bu, gözdən pərdə asmaq üçündür. Çünki bir gün buranda olacaq, sabah oranda olacaq. Başa düşməyəsən ki, səbəb və kökü bəlkə də eynidir. Araşdırmaçı isə başlayır səbəbini axtarmağa və səbəblər nəyə gətirib çıxardır? Həmişə özünə, sənin hansısa bir əməllərinə və ya davranışlarına. Və əgər söhbət, məsələn, mən daha çox sağlamlıq baxımından danışıram, əgər söhbət xəstəliklərdən gedirsə, məsələn, sənə iki yol açılır. Biri bədənlə işləmək, çünki sənə bir bədən verilibdir, hansına ömrün boyu borclusan, hansı səndən baxım tələb eləyir və bu bədən təbiətin bir parçasıdır. Məsələn, təbiət sanki yaradıcının burada maddi göstəricisidir. Sən bədən olaraq onun bir parçasısan və bioritmlərlə sənin bədənin çalışır. Yəni orqanizmin təbiətin qayda və qanunlarına tabedir. Və nə vaxt sən bunları araşdırırsan, başa düşürsən ki, yuxu rejiminə riayət eləməlisən. Məsləhət olaraq təbiətsən nə qədər verilibdir sənə. Çünki görürsən ki, qaranlıq olanda gözün görmür. Demək ki, nə etmək lazımdır? Hə, yatmaq. Məsələn. İndi 1 saat o yüzden 1 saat bu yüzden onu durup xırdalçılığına getməyəcəm. Daha sonra fiziki aktivlik tərəfi. Görürsən ki, bədənin hərəkət tələb eləyir. Oturaqlı həyat, pasiv həyat hansı nəticələrə gətirib çıxardır? Hə, bunu bu tərəfini araşdırırsan, anlayırsan ki, gündə məsələn bu qədər hərəkət eləməliyəm, bu qədər addım atmalıyam, məsələn və s. və ilahir. Yəni bunu görsənmək üçün deyil, bəziləri gedirlər, məşqlər eləyirlər saatlarla. Oradan çıxandan sonra siqaret çəkirlər və yaxud da nəyisə hansısa bir proteinlər qəbul edirlər. Elə bilirlər ki, elə sağlamlıq ağır yük qaldırmaqdır və elə
görsənməkdə əzələlər falan o deyil də, yəni daxili proseslərdən söhbət gedir. Və bu fiziki hərəkətlərdən savayı başa düşürsən ki, bir sağlamlıq eyni anda da bir qida pəhrizidir. Yəni nə vaxt sən bu tərəfinə də riayət edirsən və bu da öz növbəsində göstərir ki, bir rejim tələb olunur, bir aralıqlı məsələn oruc tələb olunur və s. və ilaxır. Yəni üstünlüyü təbii məhsullara vermək tələb olunur. Yəni əsası budur. Bu nə ki bədənlə işlər gedir və səndən araşdırmağı vadar eləyir. Yəni ilk öncə biliyin olmalıdır. Yəni başa düşəsən ki, mən bunu nə üçün eləyirəm ümumiyyətlə. Bu mənə nə üçün lazımdır ümumiyyətlə. Yəni biz mənaçıyıq və bunun mütləq mənasını anlamalıyıq. Daha sonra ikinci tərəfi mənəvi tərəfi. Anlayırsan ki, sağlamlıq həmçinin də sənin psixoloji bir durumundur. Yəni stres faktorudur, yəni sənin emosiyalarındır, sənin düşüncələrindir. Hansı hissləri sən özündən ümumiyyətlə 24-ün 7-yə keçirdirsən? Qınaq, həyəcan, stres, qorxu, narahatlıqlar, təşviş, bunlar hamısı məsələn də o aşağı dalğalı olan bir emosiyalar, hansı eyni anda da sənin immunitetinə təsir göstərir və yenə də immunitetin zəifləyən kimi oradan da başlayır bir problemlər üzə çıxmağa. Nə qədər sağlıqlı məsələn qidalansan da, nə qədər fiziki aktivliyinə fikir versən də, onlar sadəcə biraz köməkli eləyəcək və bir balaca yaxşı durumda saxlayacaqdır. Onları dayandıran kimin xəstəlik sırası öz sözünü deyəcək. Niyə? Çünki mental olaraq bir problemlər yaşayırsan. Bir sıxıntılar var, hardasa zajımlar var, fiziki aktivlik. Bəzən məsələn də elə insanlar var ki, qidalanmasına fikir vermirlər, amma daimi olaraq hərəkətli bir iş görürlər. Məsələn, fəhlələr olsun, daha tutalım ki. Və onu saxlayır. Onlar 1-2 gün dayanan kimin sırası problemləri başlayır. Çünki biri var qan dövr eləyir, biri var bir tərəfdən köməklik göstərirsən bədəninə, biri də var məsələn də ümumiyyətlə onu da dayandırdın və problemlərin başladı. Yəni elə adam da var məsələn qidalanmasına fikir verir, amma hərəkətinə fikir vermir. Eyni anda da yəni onun özünə bir problemlərə gətirib çıxardır və əsas məsələ psixoloji bir tərəf, çünki sağlamlıq düşüncədən başlayır. Bu da çox önəmlidir. Ona görə də biz ancaq ağzımızla qidalanmırıq. Hər gün bizə gələn tonlarla məlumata fikir verməliyik. Ətrafımızdakı insanlara fikir verməliyik. Toksik insanlardan daha uzaq durmaq. Məsələn, yüksək və nəyəsə nail olan insanlara məsələn daha yaxın olmaq. O ruhumuzla bağlıdır, enerji mübadiləmizlə bağlıdır. Yəni nə ki bizi çəkir, nə ki bizi çəkmir. Və bütün bu araşdırmalar insanı yəni özünə gətirib çıxardır. Başa düşürsən ki, öz üzərində işləmək lazımdır və nə qədər daha dərinliyinə gedirsən, o qədər daha çox sanki sənə seçimlər verilir. Və nə qədər çox sən o seçimlərdən özün istifadə edirsən, tətbiq edirsən öz üzərində, o qədər daha da yüksəlirsən və eyni anda da nümunə olursan öz ətrafına və başqalarına. Və eyni anda da yəni başqalarına da bir seçim verirsən ki, yəni belə də olar. Bax, belə bir həyat da var. Yəni əsas məsələ dəyişikliklərlə bağlıdır. Nə vaxt sən baş vermiş bir hadisədə ilahi bir yanaşmanı görürsən, başa düşürsən ki, bu təsadüfən baş verməyibdir. Bunun mütləq şəkildə səbəbi var və bunu dərk edərək mən soruşuram dünyadan, soruşuram kainatdan, soruşuram yaradıcıdan. Ya Rəbbim, sən bunu mənə nə üçün göndərmisən? Bu mənə nə üçün verilibdir? Bu mənə nəyi öyrədir? Bax, bu artıq şagird pozisiyasıdır. Nə vaxt mənəm deyil, yox. Nə vaxt o xaotik həyat yox ki, yəni filankəslər günahkardır, filankəslər səbəbkardır. Orada şikayətlər var, orada deyinmək var, orada narazılıq var, amma cavab yoxdur. Bu yanaşma isə nə vaxt sən başa düşürsən ki, yəni bu sənə nə üçünsə verilibdir. Bu yanaşma artıq bir şagird pozisiyasıdır. Artıq bir qul pozisiyasıdır. Xidmətçi pozisiyasıdır. Nə vaxt sən başa düşürsən ki, səndən daha yüksək şuurlu bir varlıq var. Qəbul edirsən bunu. Artıq başa düşürsən ki, bir strukturludur və hər şey bir-birinlə bağlıdır. Bu boş yerə baş verməyibdir. Bu artıq bu zaman başlayır həyat sənə dərs verməyə. Orxanın vasitəsilə və ya başqa bir mütəxəssisin vasitəsilə
və ya başqa bir blogerin vasitəsilə və ya internetdəki hansısa bir məlumat vasitəsilə və ya sadəcə qonşu, ətrafındakı həmkarlar vasitəsilə, digər insanlar vasitəsilə sənə başlayır bilgilər gəlməyə, hansı səni yavaş-yavaş daha da yüksəldir. Tətbiq etdikcə daha da başlayır sənin həyatın dəyişməyə. Bax, bu illər ərzində şəxsi inkişaf yolumda mən bunu öyrəndim və bu dayanmayıb. Bu dayanmayan bir prosesdir. Dayandınsa deqradasiya baş verəcək. Və bu insandan nəyi tələb eləyir? Marağı tələb eləyir, həvəsi tələb eləyir, istəyi tələb eləyir. Yəni bu sənin daxilində olmalıdır. Sən bunu özün can atmalısan. İndi isə ətrafına bax və görəcəksən ki, insanların 90%-i bəlkə də hələ çox cavab istəmir, axtarmır. Onlar sadəcə bir rutinini yaşayırlar və çox vaxtı şuursuz şəkildə, sadəcə hansısa maddi bir şeylərin dalına düşərək, düşünmədən nə öz sağlamlığı haqqında, nə öz mənəvi durumu tərəfindən, başa düşmədən ki, buna maya qoyanda sən zənginləşirsən əslində, buna maya qoyanda sənin münasibətlərin düzəlir. Başa düşürsən ki, sən bu bədəndən daha artıq bir varlıqsan, çünki bu bədənin məqsədi nədir? Sonunda qurtların yemi olmaq. Mənasızdır axı, elə deyilmi? Bunu adi heyvanlar da bizsiz daha yaxşı eləyə bilər. Yəni biri var, sadəcə nə vaxt sən instinktlərlə yaşayırsan, başa düşürsən ki, sənin heyvani bir başlanğıcın var, bəli. Onu qidalandırmalısan. Amma eyni zamanda da başa düşürsən ki, sən yəni heyvan model davranışı yaxşı bir nəticələrə gətirib çıxartmayacaq. Orada bir aqressiya var, orada sən hisslərini kontrol eləyə bilmirsən, öz hərəkətlərini kontrol eləyə bilmirsən. Bir heyvani yanaşmadır da. Hansı sadəcə ye, iç, çoxal, ifso da yəni. Amma nə vaxt sən inkişaf eləyirsən, yəni mənə suallar verəndə mən daim həmişə əvvəllər cavab verirdim ki, cahillik pilləsindən çıxmaq bəziləri inciyirdi. Sadəcə mən onu demək istəyirdim ki, araşdırmaq, öyrənmək, oxumaq, səbəbləri axtarmaq. Yəni gözdən pərdə asmaq yox, heç yəni bunu götürməyir bu. Pirşiklərə görə filan bir şeyi sürtdüm, ləkələrə görə filan bir şeyi sürtdüm, nə olsun? Sanki evində zirzibil var, üstünə cəbəni atdın, bu problemi götürmədi axı. Nə vaxta qədər o axır əvvəl üzə verəcək də. Və yəni bu zaman sən başa düşürsən ki, hər şey də gəlib sənə dirənir, özündə nələrsə dəyişməlisən və yalnız o zaman yəni bu xasiyyətə dirənir də. Xasiyyətin, davranışların dəyişdikcə, həyat tərzin, vərdişlərin dəyişdikcə sən öz həyatını dəyişəcəksən. Yəni cavabı orada axtarma o problemdən. İnsan 50 min dənə sual verə bilər, çünki hərənin bir problemi var. Birində qaraciyərlə bağlı ola bilər, birində ləkələrlə bağlı ola bilər, birində hansısa həyatındakı bir münasibətlə bağlı ola bilər, kimdəsə maddiyyatla bağlı ola bilər. Amma cavablar hər zaman gəlib özünə dirənir və nədən başlamağını daimi olaraq söyləyirəm. Detoksdur, hər bir sahədə təmizlik işləridir. İstər bədən olsun, istər maddiyyat olsun, istər münasibətlər olsun. Təmizlik işləridir ilk öncə. Detoks. Daha sonra da səliqə səhman. Və bunların üzərində işləyərkən sən artıq görürsən ki, yavaş-yavaşdır. Sənə cavablar başlayır açılmağa. Çox qəribədir. Yəni nə vaxt biri var sən mübarizə aparasan ləkələrlə bağlı. Mən uzun müddət qırmızı ləkələrimlə bağlı mübarizə aparırdım. Hətta sağlıqlı qidalanma belə mənə cavabını açmamışdı, göstərməmişdi. Nə vaxt mən o tərəfi buraxdım, bu psixosomatikanı araşdırdığım zaman, psixologiyanı və mənə göstərildi ki, sən bu gününə bax və bu gününlə yaşa, bu gün səndən nə tələb olunursa, onları məsuliyyətli şəkildə yerinə yetir, dürüst yaşa, düzgün yaşa, hər şey keçib gedəcək, problemlər. Heç minlərlə üsullar bəlkə də yoxlamışdım ki, o yığışılsın, kömək eləməmişdi. Bir günün içindən keçdilər, getdilər. Başqa bir şeylər belə köməkli eləyirdi ki, ləkələr biraz solurdu, biraz yüngülləşirdi. Amma sanki bir balaca bir şey qəbul edən kimin ya da bir balaca bir stres yaşayan kimin, bir emosional bir şey yaşayan kimin qayıdırdılar və bu daimi olaraq mübarizəyə çevrilmişdi. Deyirdilər ki, allergiyadır, deyirdilər ki, nə bilim bir
genetik olaraq bir nədirsə, amma insan bura gəlməyib zülm və əziyyət çəkmək üçün. İnsan gəlib inkişaf üçün və yaşadığın hər bir şey sənə nəyisə öyrədir, sənin inkişafın üçündür. Mən bunları bu illər ərzində öyrəndim. Nə vaxt sən başlayırsan sadəcə öz üzərində işləməyə. Yəni gördüm ki, bu allergik reaksiyam var mənim, yəni ətrafıma qarşı məsələn. Və nə vaxt onun üzərində işlədim, başa düşdüm ki, cavablar yəni daxilimdədir də. Çünki bizə maneə törədən müəyyən bir qurğu, stereotip, proqramlarımız var. Hansısa bir vərdişlərimiz var, xüsusiyyətlərimiz var ki, ümumiyyətlə xasiyyətlə bağlı eyni xasiyyət demək olar ki, eyni taley, eyni qismət. Buna bir dənə baxsanız, bunu bir dənə analiz etsəniz, görəcəksiniz açıq və aydın şəkildə. Eyni xasiyyət, eyni həyat proqramı. Hamımızda oxşar, yəni 5-6 proqramlar var. Hansının üzərində işləyərək, yəni dünyaya gəlmişiksə ideal deyilik də, inkişaf üçün gəlmişik. Bugünkü günü bəzi insanlar uşaqlarını ümumiyyətlə travmasız böyütməyə çalışırlar. Elə bilirlər ki, yəni onlar zaten bu dünyaya gəliblərsə, onların da özlərinlə bağlı bəzi bir şeylər olacaq. Ona görə də uşaqlar nəticədir. Uşaqlarla bağlı verilən suallar nəticə ilə bağlı verilən bir suallardır sadəcə. Onların üstünə düşmək ki, onları düzəldim, onları müalicə eləyim, ondansa öz üzərində işlə. Ondansa öz münasibətlərinə fikir ver. Və görəcəksən ki, burada düzəlişlər gedəndə orada da dəyişikliklər baş verir. Çünki uşaqlar səni skan eləyirlər. Psixoloqlar müxtəlif tərəfdən deyirlər ki, bax özünüzü belə aparın, özünüzü elə aparın, özünüzü belə aparın. İnsanlar çalışırlar, amma aldıra bilmirlər. Niyə? Çünki hərəkətdə deyil, çünki özünü belə aparmağa çalışmaqda deyil, daxildədir cavab. O qədər bir öz problemləri var ki, hələ onlar təmizlənməlidir. Oranı düzəltməmiş sən necə xarici düzəldə bilərsən ki? Sən skan olunursan, sən hiss olunur ki, yəni nəyə daşıyırsan özündə. Və hamısı pillə-pillə, yavaş-yavaş araşdırdıqca, axtardıqca gətirib belə bir şeylərə çıxardır ki, yəni hələ nə qədər öz üzərində işlənəsi bir tərəflərin var, sən isə elə bilirsən ki, başqaları dəyişməlidir. Əgər sənin bu qədər bir səhvin, bu qədər bir yanlış bir davranışların, hərəkətlərin varsa, o zaman başqalarının niyə olmasın ki? Elə deyilmi? Belə, bugün gələn fikirlər budur, fikir axını budur. Bir sözlə şəxsi inkişaf yolu, ancaq öz üzərində işləmək və niyyət. Hansı niyyətlə bunu edirsən? Bu çox önəmlidir. Buna fikir vermək. Təşəkkür edirəm bu videonu izlədiyiniz üçün. Ümid edirəm o sizin üçün faydalı oldu. Hər bir halda bu niyyətlə çəkilibdir. Sağ olun, salamat qalasınız, özünüzə yaxşı baxın əziz insanlar. Özünüzə.